Pasiyentin burada bir gömülü dişi var. Üzerine yumuşak toxuma örtmüşdür, diş əti örtmüşdür. Ətraflardan da bu sümüklə əhatələnmişdir təbii ki. Dişin yalnız bu qədər hissəsi, buradan bu birisi dişdə göstərirəm. Bu qədər hissəsi çöldədir. İndi bu dişi çəkəcəyik. Pasiyent həyəcanlıdır mı, deyilmi bir soruşaq. Həyəcanlıdır. Yox. Hirslidir amma. Biraz hirslidir, həyəcanlı deyil. Baxaq. Bir də rentgenlə bir baxaq. Rentgendən də görəcəyik ki, dişin arxa tərəfi, dairədə gördüyümüz kimi dişin arxa tərəfi sümüklə əhatələnmişdir və üzərində yardan da çox hissəsini yumşaq toxuma örtmüşdür. Yəni gömülü ağıl dişidir. Çəkməyə başlayaq. Ağrı varmı? Yox. Belə samballı əyrilik vardı kökdə. Burada sümük parastik içindədir. Belə bax. Belə bir əyrilik var. Bu sümük bura keçir, dartanda çıxmaq istəmirdi. Əyri kök var, amma kök qırılmadan, eləmədən çıxdı. Bu da artıq hissəsində bir sümüyə arxa tərəfdə, rentgende də göründüyü kimi arxa tərəfdə olan sümük var. Ona dirənirdi. Həmin hissəni də kəsib götürdük biz. Burada da bir diş balası var. Belə. Kiçik azı dişi vurmasında hardasa belə bir dişdir. Balı sıx burunla nəfəs al. Belə saxlayaq. Ağrı olmadı? Qaldır.